Salam əziz və dəyərli tədbir iştirakçıları. Hər birinizi salamlayıram. Təşəkkür edirəm ki, bizim sosial şəbəkələrdə paylaşma etdik ki, ailələrin hüququ maarifləndirilməsi layihəsini həyata keçirəcəyik. Hüquq və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi tərəfindən. Təşəkkür edirik ki, siz reaksiya verdiniz və bu tədbirə qatılmağa qərar verdiniz. Bu onu göstərir ki, doğrudan ailə dəyərləri sizlər üçün çox önəmlidir, aktualdır. Bu baxımdan da bu tədbirdə iştirak etməyə vacib hesab edirsiniz. Siz diqqətinizə çatdırın ki, bu layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Hüquq və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi tərəfindən. Layihəmizin adı qeyd etdiyimiz kimi ailələrin hüququ maarifləndirilməsidir. Ailə bilirsiniz ki, hər bir cəmiyyət üçün çox önəmlidir, vacibdir. Ailə bəzi hallarda deyilir, ailə dövlət içərisində kiçik dövlətdir. Dövlətin özünün qanunları, qərarları, fəaliyyəti olduğu kimi ailələrin də özünə məxsus qanunları, qərarları var. Ailələr nə qədər sağlam və işgüzar, fəal olarsa, o qədər də cəmiyyətimiz aktiv olar, cəmiyyətimiz güclü olar və bunun nəticəsində dövlətimiz hər bir sosial cəhətdən və digər məsələlərdə güclü bir dövlət olar. Bilirsiniz ki, ailələrin mövcudluğundan cəmiyyətlər yaranır, dövlətlər yaranır və bizim tarixən, Azərbaycan xalqının tarixinin özünə məxsus ailə dəyərləri olur. Məsələn, bir hamımız bilir ki, böyük olan yerdə kiçiklər sakit yanıblar, böyüklərin danışdıqlarına hörmətlə münasibət bildiriblər. Böyük evə gələndə, evə daxil olanda kiçiklər ayağa durub. Mənim hər birimiz onunla rastlaşmışıq. Biz tanımadığımız gənclər olub ki, uşaqlar olub ki, məsələn, böyük küçədə gedəndə o küçənin başında 3-4 nəfər cavan olanlar sigaret çəkir. Dərhal o böyüyü görən kimi o uşaqlar o sigareti gizlədiblər. Hamımız evimizdə, ailəmizdə bunun şahidi olmuşuq. Buna görə də Azərbaycan xalqının doğrudan da 1000 illərdə formalaşır və bugünümüzə qədər gəlişir. İnşallah ki, bugündən sonra davam edəcək özünə məxsus dəyərləri, qaydaları, qanunları var. Biz bilirik ki, həm də Azərbaycan dövləti çox mükəmməl şəkildə ailələrin mövcudluğuna, ailələrin formalaşmasına, onların sosial, iqtisadi cəhətdən təmin olunmasına dəstək göstərir. Cənab Prezidentimiz İlham Əliyev, Fatih Sərkərdəmir, Qarabağın Fatihi Prezidentimiz İlham Əliyev 2024 fevral ayının 14-də andiçmə mərasimində dediyi bir kəlam var. Ailə tərbiyəsi gənclər üçün, uşaqlar üçün ən ali tərbiyədir. Yəni, tərbiyə doğrudan da ailədən gəlir, birinci növbədə. Sonraki proseslərdə, məsəl üçün, məktəbdə yaşanır, sonra cəmiyyətdə, bu cür ailələr deməli, formalaşır və inkişaf edir. Azərbaycan Respublikasının konstitusiyasında ailələrin hüquq və vəzifələr konkret müddəa olaraq göstərilir. Ailə məcəlləsi var Azərbaycan qanunvericiliyində. Yəni, ailə həm mənəvi baxımına, həm də hüquqi baxımına tam şəkildə təmin olub, yəni dəstək göstərən ailələri. Ailələrin bəzən görürük ki, ailələrdə çatlar yaranır. Bu reallıqdır. Nəyə görə yaranır? Bəzən görürük ki, ondan da irəli gəlir ki, o cütlüklər ailə qururlar və ailə qurandan bir müddət sonra təsdiqlər olsun ki, boşanmalara məruz qalır. Araşdıranda məlum olur ki, həmin boşanmaların başlıca səbəbi ya o qızın ya da ki, oğlanın həyat təməlinin müəyyən bir problemlər yaşanır. Həm psixoloji cəhətdən, həm də mənəvi baxımdan bir sahmalar üzləşir. Bu baxımdan da o ailə qurduqdan sonra müəyyən qədər o ailədə ya qadın, xanım, ya da ki, oğlan müəyyən iddialarla çıxış edir, tələblərlə çıxış edir və bu nəticədə də bu cütlüklər arasında müəyyən problemlər yaşanır. Bu problemlər də tədricən genişlənir, böyüyür və nəticədə çox təəssüflər olsun boşanmalara gətirib çıxarır.
Biz bu boşanmaların aradan kaldırılması için vacip olan şart ondan ibarətdir ki, ailələrlə o cütlüklər, yəni ailə qurmamışlar, çox yaxşı olardı ki, valideynlər birinci növbədə sonra ki, o nəslin ağsaqqalları var, o ağsaqqallar o cütlüklərin hər birini ayrı-ayrılıqda söhbətlər eləsin, onlarla danışıqlar aparsın, fikirlərini, rəylərini öyrənsin. Bu, nəticədə bu ailənin möhkəmlənməsinə gətirib çıxarıb edəcək. O ailənin ömrünün sonuna qədər bir yerdə yaşamasına imkanlar yaradacaq. Telefon nömrəsi. Digər tərəfdən düzdür. Müasir dövrün yenilikləri var. Müasir dövrün yenilikləri də ailənin üstünə çox ciddi təsir edir. Həqiqətən ailənin üstünə müasir sosial şəbəkələrdə hamı rastlaşmışıq, görürük ki, sosial şəbəkələrdə yazışırlar, konuşurlar, kız oğlana birden hiç görmüyor özü. Başlayırlar birbirinden sevgi, mühabbet hakkında fikirler söylemeye, danışmalar. Bir müddet sonra da görüşürler, bir müddet sonra da evlenirler. Bu sosyal şebekeler üzerinde kurulan ailenin tabii ki uzun ömürlü olmayacağı şüphesizdir. Ona göre ki, sen o ailenin, aile kuracağın şəxsin kimliğini, onun nəslini, soyunu tanımırsan, sen o özüne məxsus, senin özünün karakterin ve değerlerin var. Sen bu değerlerle, sen o karşı tərəfdəki sosyal şəbəkelər üzerinde tanış olduğun hanımın ailesinin değerleriyle uzlaşa bilmez. Yani farklı ciddiyetlerdir. Yani elə aileler var ki, gəlin açıq danışaq da, qatil diktator idare etme üsulu var. Yani ağsaqqal, elin yumruğu ustala deyir ki, kimliğinin aslında hamısı məndiyən olurdu. Həqiqətən də kiçiklər, yaşlı kimliğinin aslında olmayaraq, o ağsaqqalın elini üstüne koyan o kişinin sözünü, fikrini dinləyir və onunla razılaşır. Amma elə ailələr var ki, deyir, yox, mənim özümün dəyərlərim var, mən müstəqil adamam, mən özümü, kimsə mən ailə işlərimə, hüquqi məsələlərimə qarışa bilməz, mən müstəqil qərarlar verirəm. Ona görə də nəticədə, istilə soğuq, bir-birinə toqquşanda mənə qədər problemlər yaradır. Eləcə də, o dediyim ki, açıq fikirli, demokratik düşüncəli, deyək ki, ailə modelinə malik, deyək ki, xanımın ailəsinə qatı, deyək ki, idarə etmə üsulu həyata keçirilən o ailə arasında müəyyən ciddiyyətlər yaranır, bu ailə qurduğu boşanırlar. Buna görə də mən çox istərdim ki, biz ayıq sahib olaq, biz ağsaqqallar, biz gənc nəsil, bax bu uşaqlar, bu uşaqlara, həqiqətən bu uşağı gördüm, yanıma düşür, uşaqlara azadlıq vermək lazım, bu vacib şərtdir. Deyir ki, uşaq anadan oldu 7 yaşına qədər, o uşaq, o ailədə hansı üstünlükləri, üsulu görəcəksə, oradakı ailədəki o vəziyyəti görəcəksə, onun uyğunda o sonraki həyatın növbəti mərhələsini yaşayacaq. Əgər ailədə gördüyü o saflıq, sədaqət, o səmimi münasibət, o uşaq aşağı olsa, bu görəcəksə də həqiqətən də nəinki özünə, ətrafına, ümumiyyətlə cəmiyyətə xeyir verən bir, ləyaqətli bir evlad olur. Əgər o ailədə qüsurlu, ciddi, əngəlli bir problemlərlə üzləşəcəklə, o tərbiyəni onun beyninə aşılandırsa, təbii ki, o uşaqdan da gələcəkdə məsəl uğurlu nəticələr görməyir. Nə mənadır? Yəni, gəlin açıq danışalım da. Əgər o uşaq anadan olursa, görürsə ki, ata hər gün içib gəlir, anasını təzyiq edirsə, onu incidirsə, bu uşaq necə tərbiyə oluna bilər? O görəcək ki, bu ailədə idarə etmə, oradakı vəziyyət tamam fərqlidir. Əgər uşaq görsə ki, yox, bu ailədə ata-ana çox mehribandılar, ailə modeli burada qorunub, saxlanır, ana da, ata da birgə
o uşaqların tərbiyəsinə, ailənin idarə edilməsinə, onların sosial, digər problemi həllinə yardımcı olunur. Deyir ki, o uşaq da qeyd edir ki, çox mükəmməl bir uşaq oldu. Mən bu mövzuda çox danışa bilərəm, amma istəyirəm ki, sizlərə sözü verirəm. Bizim burada tanınmış ekspertlərimiz iştirak edirlər, bizim tanınmış, siz də teleməkanlarda tanışdır sizə, sözü Elçin müəllim buradadır. Bizim dəyərli qardaşımız, çox Azərbaycan cəmiyyətində tanınmış şəxs bizim sıramızdadır, burada əyləşir. Sizin əgər bu şəxslərə suallarınız, fikriniz olacaqsa, təbii ki, ona görə də bilir. Amma mən bu mövzuda çox danışmaq istəmirəm, onu da istəyirəm və elə dostlarımıza verir. Xahiş edirəm, çünki mən sizə məndə bir sözüm deyib, sonra mən hörmətli ekspert qardaşım, bəlkə ona da bir ayrı mümkünsüzlər olar. Əziz dostlar, əziz qardaşlar, hər biri salamlayıram, xoş gəlmişsiniz, mən də deyirəm. Bu bizim ocağımızdır, bizim müharib veteranların ocağıdır. Özümü təqdim edim, Azərbaycan Respublikası Beynəlmiləl Əlil Döyüşlər Fondunun prezidenti, Əfqanistan və Qarabağ müharibəsində, Vətən müharibəsində iştirakçısı Sərvər Orucu. Mən də bu dövlətin müstəqilliyi olandan sonra dövlətin həmişə vətəndaş cəmiyyəti yaranmasının qurucunda bizim hörmətli İlham qardaşımızla bərabər 25 ildir biz İlham müəllim tanıyırıq. İlham müəllim bu məhz belə bir işlərini, belə bir xidmətini həmişə şəhid ailələri, müharibəliləri, veteranlarımızın az təminat ailələri həmişə sosial rifahına dəstək verdiyi üçün həm işlədiyi rəhbər etdiyi təşkilatda, həm işlədiyi qəzetdə, çalışdığı saytlarda həmişə bizim üzü açılır. Ona görə bizim İlham qardaşımız biz veteranlarımızın, qazilərimizin əziz qardaşıdır, əziz dostdur, əziz dostdur. Biz sevirik İlham müəllim, biz əməllərlə sevirik. İlham müəllim, çox sağ olun, təşəkkür edirəm ki, belə bir ciddi mövzuya toxunmuşsunuz. Həmişə, yəni ki, ailə, nə demirəm, bizim ümummilli liderimiz, Ulu öndərimiz Heydər Əliyev o vaxtda belə bir cümləşdirmişdi ki, dövlətin təməli ailədən başlayır. Ailə bir özü kiçik dövlətdir. Əgər ailədə ata, ana, evlad, ataya qarşı, anaya qarşı münasibətdə yaxşısa, yəni ki, o cəmiyyət sağlam cəmiyyət olur. İnanın, əvvəllər siz özü bilirsiniz ki, mənim burada bir yaşlı nəsil var, analarımız var burada, bazilərimiz var, bilir ki, o vaxtda heç bir uşaq, tələbə, uşaq atanın, valideynin üzrə qayda bilməzdir. Amma çox təəssüflər olsun ki, yəni bu günləri ailələrlə mən tanıyıram ki, öz qonşularımızda, yaxın qonşularımızda var ki, indi ailələr dağılmağa qalsın kənarda bir yerdə, o da nədən irəli gəlir. Bu günləri evlad atanın üzünə qayıdır, ananın üzünə qayıdır. Evlad bu günləri necələrdə anaya, ataya əl qalxılır. Bu, görürsək, Quranda da belə bir şeylər var. Bu gün əl qazdırır. Bu da nədən başlayır? Ailənin sağlam təməl qurulmamasından. Ona görə İlham mənim qeyd etdiyi gibi boşanmalar da səbəbi. O vaxtı ata, uşaqdan xəbərsiz, ata-ana hansısa qardaşına, dayısı oğluna, qohumuna söz verir ki, uşaq doğulandan sonra bu uşaq mənim gəlinim olacaq, qızım olacaq. Bu evladın xəbəri olmur. Deyir ki, məsələn, mən bana söz vermişəm axıra. Bunun nəticədəki boşanmalar, yəni ki, sevgi olmayanlar istərsinməz, düz gəlmir. Maqnetin, bizim bir var, kimyada maqnet var, maqnetin 200'ü var. Düz olanında yaxşı. O məndə mümkün deyil. Siz görürsünüz, maqnet olana aid. Ailənin təməli budur. Mən də bilavəslə, mən şəxsən İlham müəllim, qeyri-hökumət təşkilatlarında dövlət dəstəyi, Azərbaycan dövlət dəstəyini təşkil edirəm ki, o həmişə mən izləyirəm ki, ən çox şəhid ailələri, müharibələrə bir də ki, sosial layihələrə üstünlük verir. Ən çox, ən ağırlı məsələmiz budur. Tək bu məsələ dövlət biganə olmamalıdır. Yox, dövlət qanunlar izləyir, amma o qanunların icrasının, ailələrdə maarifləndirmə işlərin keçilməsi isə bizlərin üzrə düşür. İndi şükür olar bizim bu illəri 30 il ərzində, yəni ki, çox ən ağır problemimiz Qarabağ məsələsi idi. Şükür Allaha, o Qarabağ məsələsində bizim Ulu öndərin vəsiyyəti, bizim ali başkomandanımız qətiyyətli iradəsi ilə, gözülməz iradəsi ilə xalqımızın, şəhid ailə, sizlərin, vətəndaş demək, sizlərimizin dəstəyi ilə həll edilir. İndi bu gün qaldı ən ağır mövzu bular. Biz gözümüz görə ailələr dağılıb, bax, bir yanı qala bilməliyik. Yenə deyirəm mən, ən ağırlı məsələdir, özü günün ən vacib məsələsidir. İlham müəllim, təşəkkür edirəm ki, mən sizin təşkilatda həmişə izləmişəm. Həmişə şəhid ailələrinin, veteranlar məsələlərində, onların sosial məsələlərdə o vaxt olan kampını almamasına, dəfələrlə necə fəaliyyət göstərirsiniz? Təzəvvür ki, Saçuzu özü də necə deyir, mümin insan qardaşımızdır. Çünki belə bir şey dəstək verdiyi üçün Allah yanındadır. Quranda da ki, öz hörmətini, dəyərini tapacaq. İndi bundan başqa da ki,
İlham müəllim rayonlara gedir. Tək burada yox. Bu dəfələri görmüşəm ki, mənə deyirlər, Qubadadır, xatmı nə qarırsan, gəlmişəm ailələrlə görüşməyə. Baxın bu məsələni. Çünki bizim dövlətimizin təməli, əgər ailədə bir narazı varsa, onun dövlət yaddan çıxacaq, onun da ailə problemləri. Gəlin yerlərdə, yəni bizlər də sizin qulluğunuzduyuq. Əgər sizə məsələ deyim, əgər bir kətdə bir nəfər acından, indi kətlər hamı bir-bir tanıyır, əgər bir kətdə bir nəfər acından ölürsə, onun ölümündə bütün kənd sakinlərinin günahı vardır. Çünki o bilir ki, tam mənim imkanım, o özün qonşusunun imkanı yoxsa, qocasının acından ölür. Qonşusunun imkanı yox çölə verməyə, amma imkanı var. Bizim cənab hörmətli bizim polisimizdir. Baxın, görə imkanı var. Onu deməlidir. O da doktor deməlidir. Bir-birindən çatdırmalıdır, onu xilas etməlidir. Biz də gözümüz görə əzizlərim. Yenə deyirəm, gözümüz görə qoymayalım hansısa ailə dağılsın. Qoymayalım ailə, bizim düzdür, televizlərimiz, o bırsı. Mənim ən pis xoşlamadığım şey, evladın ataya, anaya söz qaytarması. Cavab qaytarma qalsı kənara. Bu günlər onlara əl qalsınlar. Əl qalsınlar. Demirim ki, elə bir ki, valideyn əl qalsınlar, qunanı təqqir eləmək deməkdir. Elə bir, mən bunu bir belə qəbul edirəm. Gəlin bunlara, biz də sizlərin qulluğudur. Nə lazım olsa biz gedək. Bizim hörmətli ziyalarımız varımızdır. Bir xadimlərimiz vardır. Biz xahiş edək, qoymayalım ailələrin dağılmasının təməlini qoyalım. Biz baxırıq, boyunda İlham müəllim. Çox gözəl mövzudur. Ən ağır mövzudur. O ailələr, ailə qurmaların çox boşananların sayı var. Təzə verir ki, mən 2015-ci ildə həmişə gedəndə mən beynəlxalq ölkələrdə statistikanı xoşlayıram. Ukraynanın neçə əhalisi var, Belarusiyanın neçə əhalisi, Azərbaycanın. 2015-ci ildə Belarusiyanın 10 milyon əhalisi var, Azərbaycanın 10 milyon 400. Baxın, elə də yerində qalıb. Düz Allah ölənlərimiz rəhmət eləsin. Amma inkişaf yoxdur, əzizlər. Bu statistika bir verin, bu da bəladır. Yəni ki, bu bəlanın böyük bir problemdir, əzizdir. Ona görə, nəsə deyirdim, o qədər ürək. Bu mövzu haqqında mən indi sizin hörmət yanışıram, bizim də ekspertimiz də buradadır. İndi o boşanmalar məsələsində deyəcəm. Əsas da kötü ondan edir. Söz vermişdim. Bu günləri, əzizlərim, bu mövzu haqqında saatlarla, kitablarla yazarlar. Amma çox təsir olur ki, mən ürəyə boşaltdım, əsas ailə verin dəyərlidir. İlham müəllim, bir daha təşəkkür edirəm. Allah deyirdim, Allah rəyanda, Allah çox böyük sualdır ki, belə bir mövzuya, belə bir qəliz, ən ağır mövzudur ha. Bu günləri, əgər evlad ata ülkəsi sənə işimiz, amma bizim də hörmətli ziyalarımızdır, din adamlarımız varımızdır. Yeri gəlsə, həmin adamları aparaq, həmin evə, o ailənin bayrağının təməlini böyükəndirir. Sağ ol, çox sağ olun. Mamamın bağışları, biz nasılsam, mən öğrenin asaslığına göre. Öğrende, bu ekspertler buna fikrini görsek 2 dakika. Ekspertler fikrini görüp ne bu boyutu gösterecektir, ne değil, onu gelecek alışık. Yoldaşlarımız əsas məqamları qeyd elədilər, ona görə mən qısa da başqa fikirlərimi demək istəyirəm. Bizim təşkilat ümumiyyətlə bu mövzunu çox əhəmiyyət verir, hər il bu mövzuda tədbirlər keçirilir, müxtəlif sosial mövzularda işləyir, amma ən çox əhəmiyyət verdiyimiz ailə dəyəridir. Nəyə görə? Bir ölkənin, cəmiyyətin, dövlətin əsası sağlam ailədən qoyulur. Yəni, sağlam ailə, sağlam cəmiyyətin qarantıdır. Sağlam cəmiyyət isə güclü dövlət deməkdir. Bu, bizim həm də dövlətimizin siyasi iradəsidir. Cənab Prezidentimiz hangi çıxışlarında deyir ki, Azərbaycan cəmiyyəti, Azərbaycan gəncləri yalnız öz milli mənəvi dəyərləri əsasında inkişaf edəcək, davam edəcək. Çünki kalabalıqlaşma, inteqrasiya dövründə biz kənar təsirlərə məruz qalırıq. Min illərdir bizim ənənələrimiz var idi, mənəvi dəyərlər sistemimiz var idi, ailə dəyərlər sistemimiz var idi, amma xarici təsirlərlə, qloballaşma ilə, müxtəlif təbliğatlarla gənclər güya yeni həyat tərzi, yeni düşüncəyə yiyələnərək bu dəyərlərimizi apartlar atırlar. Onun nəticəsi özünü boşanmalarda göstərir, ailə münaqişələrində göstərir, tərbiyə mənəvi məsələlərdə göstərir. Bunun qarşısını almaq üçün iki istiqamət var. Bunun biri dövlət tərəfindəndir, dövlətin vəzifə öhdəlikləridir. Dövlətimiz bu öhdəliklərini yerinə yetirir, müxtəlif tədbirlər görür. Bu kimi tədqiqat aparanları hətta son dövrlərdə gördünüz, TikTokda, digər yerlərdə mənəvi dəyərlərimizə qarşı tədqiqat aparanlar cəzalandırılır. Başqa tədbirlər görülür, işlər aparılır. Digər tərəfi isə ictimai maarifləndirmədir. İctimai maarifləndirməni də bizim kimi təşkilatlar həyata keçirir. Amma bu ictimai maariflənməni də bir tərəfdən dövlət edir. Niyə? Dövlət bu qrantları bizə ayırır ki, biz bu işi aparaq. Ona görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstək Agentliyinə təşəkkür edirəm ki, bu kimi sosial layihələri hər il maliyyələşdirir və biz də onun köməyi ilə ölkəmizin hər yerində belə tədbirlər keçirik. Söhbət təkcə tədbirlərdən getmir. Eyni zamanda televiziyalarda, mətbuatda daim biz sosial araşdırmalarla, çıxışlarla, rəylərlə bu məsələni gündəmə gətirib
hətta deputatlarımızın köməyi ilə çalışırıq ki, bu sahədə bir tənzimləmə aparılsın. Deməli, indi bizdə boşanmalar 50%-a çatıb. Onun səbəblərini həmişə müxtəlif əsaslandırırlar. Bəziləri deyir ki, güya ki, insanların sosial vəziyyəti, maddi vəziyyəti buna təsir göstərir. Mən tamamilə əksini iddia edirəm. Çünki bu məsələ boşanmalarda sosial-iqtisadi faktorun rolu yoxdur, mənəvi faktorun rolu yoxdur. Çünki biz baxsaq, məsələn, bugün dünyanın ən varlı ölkələrində boşanmalar çox yüksək səviyyədədir. Amma yoxsul ölkələrdə çox aşağı səviyyədədir. O deməkdir ki, bunlar bəhanədir, maddi çətinlik, sosial çətinlikdən əhalilər dağılır, belə bir şey yoxdur. Ancaq mənəvi problemlər. Mənəvi problem yoxdur ki, insanların öz dəyərlərimizi kənara qoyur, müasir dəyərlər adı altında Qərb Avropa digər dəyərləri götürür ki, biz belə yaşamaq istəyirik. Ailə yolda, həyat yoldaşını seçəndə həmişə bizdə mənəvi dəyərlər üzərində seçir. Mənəvi kriteriyalara baxırlar, onun əxlaqı, namusu, tərbiyəsi, ağlı. Son dövrlərdə isə bəzi gənclərimiz onun sosial vəziyyəti, iqtisadi vəziyyəti, pulu, işi, biznesi varmı, ailənin bu əsasından qurulur. Bu əsasından qurulan ailə də dağılmağa məhkumdur. Ona görə biz bax, burada yaşlı və orta yaşlı nəslin nümayəndələri çoxdur. Mən də 50 yaşım var, orta nəsil nümayəndəsiyəm. Amma mən başa düşürəm ki, bizi necə tərbiyə ediblərsə, biz onu gənclərimizi ötürməliyik. Məsələn, əvvəllər gənclərimiz ailə quranda ata ilə məsləhətləşir, dana ilə məsləhətləşir, böyüklərin sözünü eşidirdi və həyat yoldaşını da mənəvi kriteriyyalar əsasında seçirdi. İndi isə gənclər deyir ki, qızlarımız deyir ki, mən yaxşı vəzifəsi, işi, bahalı maşını, evi olan şəxsə ərə getmək istəyirəm. Gənclərimiz, oğlanlarımız da deyir ki, gözəlliyi yaxşı olan qızı əldə eləmək istəyirəm. Amma baxmır ki, onun əxlaqi tərəfləri necədir. Belə bir ailədə dağılmağa məşğuldur. Ona görə biz bax, bu tərbiyə metodunu ötürməliyik gənclərimizə ki, ailə maddi dəyərlər üzərində qurulmur, ailə mənəvi dəyərlər üzərində qurulur. Belə qursaq, biz boşanmaların da qarşısını alarıq, sağlam ailə modelini formalaşdırarıq, ənənələrimizi davam elətdirərək. Məsələ təkcə boşanmalar deyil, ailələrin özünün məsələn, inkişafı məsələsi var. Tutaq ki, əvvəllər bizim çoxuşaqlı ailə kimi tanınmışıq, 1000 illərdir, 5, 6, 10 uşaqlar. İndi isə 1-2 uşaqlı ailə modelinə keçirik və müəllim qeyd elədi ki, ailənin sağlam artımı da dayanır. Bu demək ki, getdikcə biz azalmaya doğru gedəcəyik və bir millət kimi tarix səhnəsindən silinə bilərik. Bir millətin davam eləməsi üçün ailələrdə uşaq sayı 3 olmalıdır. Çünki 2 uşaq o valideynləri əvəz edir. 2-yə 2 əvəz edir bu nəsil. Amma həyatın sonraki dövrlərində bu uşaqlardan biri hər hansı bir səbəbdən həyatını itirə bilər. Müharibədə, qəzada, xəstəlikdən və s. Deməli, o 2 nəfəri əvəz edən 1 nəfər qalır yerdə, azalmaya gedir. Deməli, minimum 3 uşaq. Bu çox uşaqlığı təqdir eləməliyik ki, məsələn, adamlar deyir ki, mən gərək çox imkanlı olam ki, mənim 2 uşağım ola. Elə deyil. 1000 illərdir bizim insanlarımız çox belə yüksək imkanlara malik olub ki, çox uşaqlı olublar. Ulu öndərimizin ailəsi, cənab prezidentimizin ailəsi çox imkandan olub vaxtında. Sadə bir zəhmətkeş ailədən olub da, Heydər Əliyev milli liderimiz və digər böyük şəxsiyyətlərimiz. Necə yaşayırlar, necə dolandılar? Yəni, şərt deyir ki, biz milyoner şəraitində yaşayaq ki, yox, bizim uşağımız olsun. Ona görə maddi məsələlərə çox da əhəmiyyət verməyərək, ailələrimizin möhkəmliyinə və çox uşaqlığa fikir verməliyik və gənclərimizi bu əsasda tərbiyə eləməliyik. Bir məqama da toxunum, bu məsələdə sosial şəbəkələrdən çox böyük təsir var. Biz ona da fikir verməliyik ki, gənclərimiz uşaqlar xüsusilə nəzarətsiz şəkildə sosial şəbəkələrdən təsirə məruz qalmasın. Müasirlik adı altında, azadlıq adı altında istədiyini eləsin. Yəni, biraz bu mənəvi dəyərləri arxa plana atsın. O məsələlərə fikir verməliyik, uşaqlara özümüz izah eləməliyik, tərbiyə verməliyik ki, bizim öz dəyərlər sistemimiz var, biz fransız deyilik, biz rus deyilik, biz avropalı deyilik, bizim öz sistemimiz var. Və cənab prezidentimiz də konkret şəkildə vurğulayır ki, Azərbaycan cəmiyyəti yalnız və yalnız öz milli dəyərləri əsasında inkişaf eləməlidir. Bu əsaslar üzərində iqtisadiyyatımız da inkişaf edir, dövlətimiz də avaddaşır, ölkəmizin hər yeri avaddaşır, müharibədə də qalib gəldik. Vaxt qeyd elədi, Bəyək müəllim, müharibədə biz böyük qəhrəmanlıq göstərik, işğal olunmuş torpaqları azad elədik. Nəyin əsasında? Mənəvi dəyərlərə sahib olan gənclərimizin əsasında. O döyüşlərdə olan hansı gənclər idi? Mənəviyyatı yüksək olan, ailədə yaxşı tərbiyə almış, əxlaqı, namusu qoruyan gənclər idi. Amma hansı ki, cinsi azlıqlara malik olan, milli dəyərlərimizi lağa qoyan uşaqlar gedib döyüşdü mü? Xeyr. Deməli, bizim təhlükəsizliyimiz də, gələcəyimiz də, inkişafımız da tərbiyə verdiyimiz əxlaqlı, mənəviyyatlı gənclər əsasında mümkün olacaq. Ona görə bu mövzu əhəmiyyətlidir, biraz uzun danışdım, üzrü sayın. Mən istəyərdim ki, siz də öz fikirlərinizi deyəsiniz. Hamımız valideynik, uşaqlar var, gənclər var, yeniliklər var. Biz hansı formada gənclərimizi tərbiyə edə bilərik ki, daha sağlam ailə modelimiz olsun. Siz öz fikirlərinizi minnətlər olaraq. Ya suallarınız varsa,
Niyə uşaq belə gedir azalmaya, uşaq pulu vermirlər, o çətinlik çəkirlər? Onun da təsiri var, bəli, mən qeyd edirəm, müəyyən bir təsiri var, amma təkcə o da deyil. Mən sizə deyim ki, bax, gəlin bir məqamı deyim. Fikir verin, çox imkanlı, maddi cəhətdən imkanlı ailələr də bir uşaqla, iki uşaqla kifayətlənir. Halbuki 10 uşaq saxlamaq imkanı var. Deməli, təkcə məsələ pulda deyil, şuurdadır. Bax, mənim 3 uşağım var. Adam deyirsiniz ki, özün belə danışırsınız, özün necədir. 4 uşağım olub, biri rəhmət edib. Yəni, 3 uşağımız var. Mənim də maaşım, açıq burada sizə deyirəm, 600-700 manatdan yüksək olmuyor heç vaxt. Ən maksimum maaş alında 700 manat almışam. Və bu vəziyyətdə biz ortada bir təhrif dolanmışıq. Yəni, şərt o deyil ki, biz daha çox imkanlı olar. Mən başa düşürəm, bəzi ailələr var, uşaq pulu da lazımdır, vacibdir, müzakirələr gedir parlamentdə. Mən həmişə mətbuatda, televiziyalarda bir dənə yetim qayranı yazsız kifayət edir, görəcəksiniz ki, həmişə uşaq pulunun verilməsinin davasını dönmüşəm. Bu vacibdir, demirəm lazım deyil ha. Amma deyirəm ki, təkcə şərt bu deyil. Olsa daha yaxşı olar təbii ki, biraz da artıq olar. Amma yoxdursa da, biraz imkanımız zəifdirsə də, heç olmasa bir iki uşaq böyüdə bilərik də, bir olmasın heç olmasa. Bir uşaqlarla psixoloji problemdir, uşaq qardaşı bacısı yox, sabah onu həyatda tək qoyub gedirik. O uşaq tək qalır həyatda. İndiki dövrdə heç yaxın qollar ona yaxın gəlmir, onun qardaşı bacısına möhtac olur. Deməli, minimum 2 uşağı bir təhər böyütməliyik. Şərt deyil ki, bahalı paltarlar geyinsin, bahalı məktəblərdə lazım deyil. Bizim ulu önlərimiz milyoner ailədə böyüyüb. Sadə zəhmətkeş kəndli ailəsində böyüyüb, az bir təminatla böyüyüb, amma gəldi böyük bir dünya səhsəti oldu. O deməkdir ki, təkcə pulla olmur, yəni demək istəyirəm. O vaxtçı uşaqları... Təqdim edir, qalacaqlık olmaz. Allah verdiyi aynı. O vaxtçı təhsil bu dərəcədə deyildi. İndi orta məktəblərdə o təhsil yoxdur. Siz deyirsiniz 600-700 manat, biz alıq 500 manat. Bir uşağa 400 manat aylıq müəllim tutursa, mənim 2 uşağım olsa, mən 800 manat verdim və sonra nə ilə dolanır uşaq? Onu eləməmək lazımdır da. İnanın, mən uşaqlarımın heç bir deyəndə birini çıxaq, vaxta gedir. İkisini heç bir müəllim yanına qoymamışam heç vaxt. Normal bəldə oxuyuram. Məsələn, müəllim, əgər biz uşağı zəhmətkeş böyütsək, bax, kitablarda hər şey var. Dövlətimiz təhsili pulsuzdur. Kitablar pulsuz verilir. Müəllimlərin yaxasından yapışıb, uşaq istədiyi şeyi öyrənə bilər. Öyrənə bilmirsə, internetdən o məlumatları əldə edə bilər. İnanın ki, müəllim direktor yanına getməməklə də onu, biz uşaqdan incdən düzəltmək istəyirik. Çox da imkanları, çox da kitab. Dünən uşaq gedir, təsəvvür edin, 22 uşaqdan sinifdə bir dənə uşaq olubdur. Qoymuyor müəllim Mən qoymuram, imkanı çatmır. Qoymuyor, baxma, O dönüb qayıdıb gəlsin və 20 uşağı hazırlığa gedir. bax, fikir verin, 600-700 bal toplayan uşaqların çoxsunu biz sosial araşdırma aparanda gördük ki, əksəriyyəti yoxsul ailələrdən çıxıb və müəllim yana getməyiblər çoxsu. İnanın ki, uşağın özünün məsuliyyəti olsa, zəhmətkeşliyi olsa, oturub o kitabları, dərsləri öyrənsin, müəllimdən nəsə soruşsa, ehtiyac yoxdur. O repetitor onu qeyri-adi öyrədə bilər, hər şey kitablarda var, müəllim eyni şeyləri bilir. Sadəcə, biz istəyirik ki, o hamıdan daha üstün olsun, onu əlavə qoyur, lazım deyil. İnanın ki, onu da həll eləmək olar. Təhsil pulsuzdur, kitablar pulsuzdur. O məktəb proqramının dərslikdə olan şeyləri öyrənmək bəs edir, o bağlı yığmalar. Bir uşağın məktəb paltarı gəlcinin nə qədər verirsən? 160-170 manat pul verir. İndi ucuzlaşdırır. Bax, bu il gördük, 15 manatda 20 manatda paltarlar olur. Amma dövlətin... Məktəb qəbul eləmir axı paltarı. Yox. Məktəb qəbul eləmir. Yox, tabii. Hər məktəb elə də dəyişir. Bazım, gözəl bazım. Məktəb iş qəbul eləmir. Biz kasıb ailə uşaqları yox. Bunun öncəsi bir necə ailənin çıxışında. Məktəb onu gördük ki, orada o uşaqlar içərisində milyarder bağlar da var. Biliyorsun, milyarder bağlaşı cins ən bahalı kostyumdan gəlir. Boğazında deyir ki, fərq eləməsin, utanmasın o uşağı. O məqsəd oldu bacım. Məqsəd olsa mənə deyim, mənə bu mağazindən almazdım. İndi mən sizə bir şey deyim də. Bax, HDRL fondu, digər təşkilatlar imkansız ailələrə o paltarları, santaları təmin edir. Sadəcə müraciət eləmək lazımdır. İmkan yoxsa müraciət edəndə Belə başım çıxar, biz aşağı təbəqə eləməyəndə belə, inanın ki, bu il biz çox ucuz aldıq. Biz onlar bilirik, bizi maarifləndirmək lazım. İnanın ki, 3 manata, 4 manata köynəklə filan ucuz idi bu il paltarlar. Fabrik paltarlar ucuzdur. Bir dəfəlik bir il geyinir. Onu da yola vermək olar, valla. Yəni, problem varsa müraciət eləmək lazımdır, xeyrə fondlarına. Bir də Müəllim də nəsə demək istəyir. Elçin müəllim, Aygül xanım düzgün məsələ qaldır. Onu başa düşmək lazımdır. Vaxt var idi məktəblərdə o az təminatlı ailələrə paltar da İndi heç ulaşa bilmir zaman, kimə İndi də verirlər, amma müraciət edirlər. İndi müəllim elə məzur eləyir ki, dərsi burada keçmir ki,
Gəlsin, hazırlığa gəlsin.